Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bu gün mən sizlər üçün relativ pronouns, nisbi əvəzlik mövzusunun izahını verəcəm. Ona aid bir neçə test işləyəcəyik. Bundan əvvəl nisbi əvəzlikləri asan və sadə dildə səhvsiz yazmağın yollarını öyrədəcəm. İmtahana 100% düşən mövzulardan biridir. Bunun üçün diqqətli olaq. İlk öncə bir neçə izaha baxaq. Asan və sadə yolla düstur şəklində izahlara baxaq. Əgər boşluqdan əvvəl insan anlayışı bildirən isim, boşluqdan sonra feil gələrsə, orada hu işlənir. Əgər boşluqdan əvvəl yenə insan anlayışı bildirən isim, boşluqdan sonra mübtəda xəbər gələrsə və yaxud da mübtəda gələrsə, belə deyək, şəxs əvəzliyi gələrsə, orada hum işlənir. Onu da qeyd edim ki, hu humun əvəzinə işlənə bilər, amma hum hunun əvəzinə heç vaxt işlənə bilməz. Əgər boşluqdan əvvəl cansız isim gələrsə, orada which işlənir. Boşluqdan əvvəl söz önü gələrsə, orada yenə which işlənir. Və who, whom və which'in sinonimləri var. Yəni bunların yerinə that işlənə bilər. That bu əvəzliklərin sinonimidir. Bunların yerinə işlənə bilər. Əgər boşluqdan əvvəl və sonra isim gələrsə, orada whose işlənir. Bu bəzən whose'dan əvvəl isim gəlməyə bilər, amma sonra ismin gəlməyi mütləqdir. Yəni boşluqdan sonra isim gəlirsə, orada mütləq whose işlənir. Onu da qeyd edim ki, whose'dan sonra gələn ismin qarşısında heç vaxt artikel olmaz. Və əgər boşluqdan əvvəl isim gələrsə, orada heç vaxt what olmaz. Çünki what nisbi əvəzliyi yoxdur. İsimdən sonra heç vaxt what gəlməz. İsim plus what olmaz. Əgər boşluqdan əvvəl törəmə əvəzlikləri, only, sifətin üstünlük dərəcəsi, kəmiyyət bildirən sözlər, sıra sayları gələrsə, orada that işlənəcək. Və that bayaq dediyimiz kimi who, whom və which'in sinonimidir. Yəni who, whom və which'in əvəzinə işlənə bilər. Əgər boşluqdan əvvəl those zərfi gələrsə, orada who işlənəcək. Və yenə deyirəm, boşluqdan əvvəl isim gəlsə, heç vaxt orada what işlənməz. Çünki what nisbi əvəzliyi yoxdur. İndi isə baxaq suallara, test üzərində izahlara. 37-ci suala baxırıq və boşluqdan əvvəl görürük ki, insan anlayışı bildirən isim, boşluqdan sonra isə mübtəda var, yəni şəxs əvəzliyi var. Bu boşluqdan əvvəl isim gələrsə heç vaxt what işlənməz. Buna görə 2-ni çıxırıq. Whose'dan sonra isim gəlməlidir. 3-ü də çıxırıq və boşluqdan əvvəl insan anlayışı bildirən isim gələrsə which işlənməz, which cansızlarla işlənir. 6-nı da çıxırıq. Cavabımız 1, 4, 5. Boşluqdan əvvəl insan anlayışı bildirən isim, boşluqdan sonra xəbər gələrsə, orada who işlənirdi. Lakin biz bilirik ki, bu quruluş humun quruluşudur, amma who humun yerinə də işlənə bilir. Bunun üçün biri götürürük və boşluqdan sonra əgər mübtəda gələrsə, orada boşluqda götürmək olar. Buna görə 4 də doğrudur. Və biz bilirik ki, that, who, whom və which'in əvəzinə işlənə bilər. Burada da yəni 5 də doğrudur. Cavabımız 1, 4, 5 E variantı. 38-ci suala baxırıq. Boşluqdan əvvəl və sonra isim var və iki isim arasında yalnız whose işlənər. 39-cu sualda yenə boşluqdan əvvəl və sonra isim var. Yenə boşluqdan əvvəl və sonra isim gələrsə, orada whose işlənir. 40-cı sualda boşluqdan əvvəl cansız isim var və cansızlarla which və which'in sinonimi that işlənir və boşluqdan sonra
şəxs əvəzliyi gələrsə, orada boşluq da götürmək olar. Cavabımız 1, 2, 6 D variantı. 41-ci suala baxırıq. Boşluqdan əvvəl cansız isim var və huzdan sonra isim gələr. A variantı səhvdir. Boşluqdan əvvəl isim varsa heç vaxt vot olmaz. Huzdan sonra isim gələr yenə. Cavabımız E variantı. Tuzət qaydası doğru deyil. 42-ci suala baxırıq. Boşluqdan əvvəl insan anlayışı bildirən isim var. Bunun üçün A variantı çıxdı. Viç cansızlarla işlənir. D variantı gedir. Vot isimlə heç vaxt işlənməz. C variantı gedir. Boşluqdan sonra mübtəda gələrsə boşluq götürmək olardı. Və boşluqdan əvvəl insan anlayışı bildirən isim boşluqdan sonra xəbər gələrsə orada hu işlənir. 43-cü suala baxırıq. Computers cansız isimdir. Cansızlarla daha doğrusu which işlənir və which-in sinonimi zətdir, zət işlənir. Niyə D variantını götürmürük? Çünki iç və in which tamam fərqli mənalar verir. 44-cü sualda boşluqdan əvvəl və sonra isim gəlib və iki isim arasında yalnız huz işlənər. 45-ci sualda boşluqdan əvvəl cansız isim gəlib və cansızlarla yalnız which işlənir. 46-cı sualda boşluqdan əvvəl insan anlayışı bildirən isim boşluqdan sonra mübtəda gəlib. Bu boşluqdan sonra mübtəda gələrsə orada boşluq götürə bilərik və zətdə işlənə bilər. Biz bilirik ki, bu qayda humun qaydasıdır və zət də humun sinonimi olduğu üçün cavabımız 1, 2, 3 E variantı. Which cansızlarla işlənir, doğru deyil və huzdan sonra isə mütləq isim gəlməlidir. 47-ci sualda boşluqdan əvvəl insan anlayışı bildirən isim, boşluqdan sonra xəbər gəlib. Burada huzdan sonra isim gəlməlidir. Bunun üçün bir səhvdir və bu boşluqdan əvvəl insan anlayışı bildirən isim, boşluqdan sonra xəbər gələrsə hu işlənir və hunun sinonimi zət işlənir. Cavabımız 3, 5 A variantı. 48-ci sualda boşluqdan əvvəl cansız isim gəlib, boşluqdan əvvəl cansız isim gələrsə orada which işlənir. Hu insan anlayışı bildirən isimlərlə işlənir. Hum insan anlayışı bildirən isimlərlə işlənir. Huzdan sonra isim olmalıdır və vot heç vaxt isimlə işlənmir. 49-cu sualda boşluqdan əvvəl yenə cansız isim gəlib. Bunun üçün humu silirik. Çünki hum canlılarla, insanlarla işlənir. Huzdan sonra isim gəlməli idi. Boşluqdan sonra mübtəda gələrsə boşluq götürə bilərik. Hu canlılarla işlənir. Boşluqdan əvvəl cansız isim gələrsə orada which işlənir və which-in də sinonimi zətdir. Bunun üçün cavabımız E variantı. 50-ci suala baxırıq. Boşluqdan əvvəl törəmə əvəzliyi gəlib və bayaq izahda dediyimiz kimi boşluqdan əvvəl sıra sayları, sifətin üstünlük dərəcəsi, kəmiyyət bildirən sözlər və ya törəmə əvəzlikləri gələrsə orada zət işlənir. 51-ci sualda yenə boşluqdan əvvəl cansız isim gəlib. Boşluqdan əvvəl isim gələrsə heç vaxt vot olmaz və huzdan sonra ismin gəlməsi vacibdir. Cansız isim gəldiyi üçün which və which-in sinonimi zət. Cavab D variantı. 52-ci sualda yenə boşluqdan əvvəl cansız isim gəlib. Cansızlarla yalnız which işlənir. Cavabımız D variantı. İzahlarımız bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Bu düsturla, bu qaydalarla siz nisbi əvəzlik mövzusunu tam səhvsiz yaza bilərsiniz. Və bildiyiniz kimi nisbi əvəzlik, yəni relativ pronanslar qəbula düşür, buraxılışa düşən bir sualdan biridir. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Sizi maraqlandıran, sizin üçün çətin gələn hansı mövzunun izahını istəyirsinizsə, rəylər bölməsində yaza bilərsiniz. Hər kəsə uğurlar.